Ermənistan hakimiyyəti Erməni Apostol kilsəsini təqib etmir. Bunu ölkənin baş naziri Nikol Paşinyan bugün brifinqdə deyib. Mənim tərəfimdən Erməni Apostol kilsəsinə qarşı hücumlar yoxdur. Kilsə sənədlərində katolikos vəzifəsini tutan şəxsin, yaxud yepiskopların və kilsənin eyni olduğu yazılmayıb, o bildirib. Baş nazirin sözlərinə görə, erməni ruhanilərin həbsinin Azərbaycanla sülh prosesinə aidiyyəti yoxdur. Xeyr, bu mümkün deyil. Həbslər və Azərbaycanla sülh prosesi arasında heç bir əlaqə yoxdur. Qeyd edək ki, çərşənbə günü Erməni Apostol kilsəsi istintaq orqanları tərəfindən 13 din xadiminin, o cümlədən Araqasotun yeparxiyasının başçısı Muktuç Praşyanın, bütün ermənilərin katolikosu 2. Qareginin qardaşı oğlu saxlanıldığını bildirib. Din xadimlərinə qarşı açılan iş, hökumət əleyhinə mitinqlərdə iştirak etməyə məcbur etməklə bağlıdır.